Salam uşaqlar, səhifə 104-ü izah edirəm. Diqqətlə qulaq assın. Birinci tapşırığımız 8 rəqəmli ən böyük ədədin minlik. Əvvəlcə 8 rəqəmli ədədi qururam. 1, 8 dənə xətt qoyum ki, görəsiniz. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Ən böyüklər deyəndə nə edirik? Demir nə cütdür, nə rəqəmləri fərqlidir. Deyir ki, 8 rəqəmli ən böyük ədəddir. 9'larla qururuq. Minliklər və 100 minliklər mərtəbəsindəki rəqəmlərini 5 vahid azaltır. Minliyi tapaq, bir də 100 minlik. Təklik, onluq, yüzlük, minlik. Demək budur. 2 xətt fərqləndirirəm. Minlik, 10 minlik, 100 minlik. Bunu da fərqləndirdim. Deyim mərtəbələrinin rəqəmlərini 5 vahid azaltsaq. Yəni baxın, bunu və bunu 5 vahid azaldacağım. Nə olacaq? 4. Bunu da 5 vahid azaldacağım. Nə olacaq? 4. Bu bitlər öz yerində qalır. Baxın, bir xətt olanlar öz yerində qalır. Gəlin hesablayaq. 0, 0, 0, 5. 5 vahid azaldanda 4 olmuşdu axı. İndi 5, fərqi 5 oldu. İndi fərqi 5 oldu. Qarşıdakilarda 0'da onu yazmırıq. Nə alındı? 505.000. Cavabımız nə oldu? 505.000. Neçə vahid, nə qədər azalar? Yeni ədəd neçə olar? 505.000. Sonra ikinciyə keçirəm. Rəqəmləri müxtəlif olan ən böyük və ən kiçik 9 rəqəmli ədədlərin cəmini gəlin əvvəlcə rəqəmləri müxtəlif olan 9 rəqəmli. 1, 2, 3, 4, 5, 6, 7, 8. Buradan da birini qoyum 9. Ən böyük və ən kiçik rəqəmləri müxtəlif. Ən böyüyümüz 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Bir də deyir ki, rəqəmləri müxtəlif, ən böyük qurduq, ən kiçik 9 rəqəmli ədədimiz. Baxın, xətt qoyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Altında qurdum ki, çıxmaqda cəmini deyir. Buradan toplayacağım. Ən kiçik 1, 0, 2, 3, 4. Bax, 0-la başlaya bilmərəm deyə ən kiçiyi. 1-lə başlayıram, ancaq 0-ı ikinciyə qoyuram. 6, 7 və 8. İndi cəmin soruşur uşaqlar. Cəmi 1-lə 8-i topladı 9. Bu da 9, bu da 9, bu da 9, bu da 9, 9, 9, 8, bu da 10. İndi deyir ki, hansı ədəd alınır? 100 minliklərə qədər yuvarlaşdıraq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Deyir ki, bunu yuvarlaşdır. 100 minliyə yenə sayıram. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. 100 minliklərə qədər yuvarlaşdıraq. Yuvarlaşdıraq. Görək nə alınır? Qarşıdakı ədədlər özü qalır. Bundan sonra, baxırıq hələm əvvəlcə bir baxaq. Bu 9'u silim. Baxın uşaqlar. Bu 9, Baxın, bu 9'da 100 minliyimiz bura düşmüşdü. Bu 9'da bir vahid artır. Çünki özündən sonra ədəd, baxın, bu böyükdür. Ona görə bunun üzərinə 1 gələndə nə eləyir? Bura 0 olur. Bura nə olur? 0 olur. Burada 0 olur. 1 gəldi yaxı, 0 alındı. Baxın, bura 0 alındı. Bunun üzərinə qalan, yəni 10 elədi. 0'ı bir yadda saxladıq. Bunun üzərinə gəldi, yenə 0 alındı. 1 yadda, yəni 8'i də bir vahid artırdıq. Oldu bu cür. Nə alındı? Qarşıdakiləri baxaq. Bunlar da 0 oldu. Baxın, bu 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə 0 alınır. Bu da 9 oldu. 7 dənə 0. 2, 3, 4, 5, 6, bu da 7. Oldu mu uşaqlar? İndi keçirik 3-cü tapşırığa.
D müqayisəsində 3-cü tapşırıqda deyir ki, müqayisəsində A-nın yerinə yazılacaq ən kiçik ədədin, yəni bundan böyük o qədər artır ki, uşaqlar, A-nın qiyməti sonsuza qədər artır. Ən kiçiyimiz hansı olur? Bundan bir vahid böyüyür. Yəni 408, 613, 706. Eşitdiniz uşaqlar? Məsəl üçün, baxın, A verib, bu da 8. 8-dən böyük ən kiçik ədədimiz hansıdır? 9-dur, əlbəttə ki. 8-dən böyük sonsuza qədər gedir. Ən kiçik hansıdır? 9-dur. Biz də bunun şəkildə 408 milyon 613 min 705-dən böyük ən kiçik ədədimiz hansıdır? Əlbəttə ki, bu ədəd. İndi 10 minliklərə qədər yuvarlaşdırın. Gəlin sayaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minliyimiz hansı oldu? 1 oldu. Gəlin, belə xətt qoydum. Yuvarlaşdırın. Yuvarlaşdırağın. Birdən sonra ədədimiz kiçikdir. Elə birin özü qalacaq. 408, 6. Birdən sonra ədədimiz kiçikdir. Birin özünü yazırıq. Neçə dənə 0 var? 4 dənə 0 olacaq. İndi ikincisinə baxırıq. A-nın yerinə yazılacaq ən böyük ədədi. A-nın yerinə yazılacaq ən böyük ədədi 100 minliklərə qədər yuvarlaşdırın. A-nın yerinə yazılacaq ən böyük ədədi. Uşaqlar, burada səhv yazılıb. Ən böyük ədəd ola bilməz, ən kiçik ədəd ola bilər. Yəni, mən ən kiçiklə eləyəcəm. Çünki ən böyüyü deyə bilmərik. Əgər işarəmiz bu cür olsaydı, deyərdik ən böyük. Çünki 1-dən başlayır. Bunun 31 milyon 813 min 969-dan kiçiyinin ən böyüyü. Baxın, yazılacaq ən böyük ədəd. Bu cür olsaydı, bəli, o zaman olacaqdı. Gəlin biz işarəni dəyişək, istəyirsiniz belə eləyək. Bundan kiçik ən böyük ədəd hansıdır? Demək 68. Ən böyük ədədi soruşur. Demək hansıdır? 31, 813, 968. Bildiniz də uşaqlar? A-nın yerinə bu ədəddən kiçik ən böyük ədəd hansıdır? Sonu 68 olmalıdır. 100 minliklərə qədər yuvarlaşdırın. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. 100 minliyimiz hansıdır? Budur. Yuvarlaşdırırıq uşaqlar. Yuvarlaşdıranda 8-dən sonra ədədimiz kiçikdir, özü qalacaq. 318. Sonunda da neçə sıfırımız var? 1, 2, 3, 4, 5. Keçirək dördüncüsünə. Dördüncüdə nə deyir? Sıralamasına A-ya uyğun ən böyük ədədimiz. Sıralamaya uyğun ən böyük ədədimiz hansıdır burada uşaqlar? Bu ədəddən bu ədədə kimi ən böyük ədədimiz hansıdır? A-nın qiyməti. Dördüncüdə 323.711 olur. Çünki baxın 312.507-dən başlayır. Baxın belə eləyək. 312.507-dən başlayır. Neçəyə kimi? 323.711-ə qədər. 11-ə qədər. 11-in özüdür. Ən böyüyümüz hansıdır? 323.711. A-nın yerində. İndi B-yə uyğun ən kiçik ədədimiz hansıdır? 300. B-nin qiyməti də uşaqlar. Burada da bu aralıqla bu aralıqda yerləşən ən kiçik ədədimiz hansıdır? 323.713. Cəmini. Gəlin bunları toplayalım. On minliklərə qədər yuvarlaş. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minliyə qədər yuvarlaşdıranda neçə alınır?
4-dən sonra ədədimiz böyükdür deyə 65, sonları da 4 dənə 0. Bildinizdə uşaqlar, 4-dən sonra ədədimiz böyükdür deyə 4 qalxır 5 olur. Onsuz da bu xəttini çəkdiyimdən sonraki ədədlər sıfırlanır. Keçirəm. Keçirəm 5-cisinə. Belə edeyim. Deyir ki, gəlin belə eləyək. A topla B-nin qiyməti verilib. Deyir, burada verilib. 5-cisində yazıram. Biz balacalaşdırım. Burada hesablamaq olmayacaq. 5-cisində belə eləyirik. 5-cidə A topla B-nin qiyməti üzərinə gəlirəm. 9572 üzərinə gəlirəm 108 12. A topla B-ni verib. 12813 813. Üzərinə bunu gələcəyik uşaqlar, bir də bunu gələcəyik. Gəlin gələyim. Bunun üzərinə bunu gələcəyik. Bildinizdə uşaqlar, A topla B-nin qiyməti yuxarıda verilib. 12813. 813 üzərinə 9500. Ay. Aha. 9572. 3, 1, 8, 10. 10803. Cəmi deyir. 3-ün üzərinə 2 gəlir dedik. 5, 5-in üzərinə 3, 8. 1, 9, 16, üstünə 5 gəlir, 21, 2 yadda. 4, 13, 1 yadda. 3. Nə alındı? Cavabımız 33198. Cavabımız budur. İkincisinə baxırıq. Uşaqlar əslində asandır. Mən istəyirəm eləməyim. Vaxtımız gedir bunlara. İkincisinə baxıram. 5-in ikincisinə. Deyir ki, A topla B-mizi verib. 12813 üzərinə gəlirik. 21813 gəlirik. Üzərinə 66757. Bir yadda 2 bir yadda 3 o da 8 16 üstünə də 7 gəlirik 23 2 yadda 4 5 16 2 yaddaydı da 3 6 9 eləyir. O da 11 bir yadda. 4 10. Nə alındı? 101.383. Bir dəqiqə 8 üstünə al. 8 16 16 üstünə 7 gələndə 23 eləyir. 101.383. 383. Üçüncüsünə baxırıq. A-nın üzərinə A topla B-miz verilib 12813-dür. Üzərinə gəlirəm.
25616-nı üzərinə gəlirəm 6677. Gəldik. Bunları toplayalım uşaqlar. 12813 üzərinə gəlirəm 25616 üzərinə gəlirəm 6077. Üzərinə gəldim. 8, 8-in üstünə 7 gəlirəm. Baxaq. Üçüncüsünə. 9, 8, 3, 6, 9, 7, 9 üstünə 7. 0, 1, bir də 4. Nə alındı? 45106. Dördüncüsünə baxıram. Dördüncüsünə baxıram. 12813 üzərinə gəlirəm. 89776 üzərinə gəlirəm. 251263. Cavabımızı tapalım. 251263 üzərinə gəlirəm. 12813 üzərinə gəlirəm. 89776. 6, 6, 12, 1 yadda. 25, 2 yadda. 15, 2 yadda. 1 yadda. 10, 11, 10. 10, 8, 1 yadda. 3, 5 və 3. Alındı 353.852. Cavabımız budur. Dördüncüsünə baxıram. 4'ü elədik. 6-cı tapşırığımıza baxıram. Keçdik 5-ci tapşırıqdan 6-ya. Deyir ki, A ədədini biz buradan tapmalıyıq. A ədədiniz nəyə bərabərdir? Uşaqlar, toplanan cəm. Digər toplananı tapmaq üçün nə edirik? Cəmlə 1003-dən çıxacam 357-ni. Kənarda gəlin çıxalım. 1003-dən 357-ni çıxıram. 13-dən 7 çıxanda 6, 9-dan 5 çıxanda 4, 9-dan 3 çıxanda 6. 646. Cavabımız nə oldu? 646. İndi gəlin B-ni tapaq. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün nə edirik? Fərqin üzərinə çıxılanı gəlirik. 2884 üzərinə gəldim. 10, 1 yadda 9, 11, 3190. Demək, B-mizdə nə oldu? 3190. İndi deyir ki, A topla B, üstə A topla B-ni yazıram. A topla B. Gəlin tapağın A topla B-ni. Yəni, A, B-miz buradadır, A-mız da buradadır. Gəlin yazağın 3190 üzərinə 646 gəlirəm. Gəldik. Sonra 6'dır. 13, 1 yadda. 7, 1 yadda 8. Bu alındı. Uşaqlar, bu ədəddən də nəyi çıxsam 1966 eləyər. Demək, yazıram, belə yazıram. 3836-dan çıxıram C-ni. Bərabərdir 1966. C-ni tapmaq üçün nə edirəm? 3836-dan çıxıram 1966-na. Çıxalım. 3836-dan çıxıram 1966. 0, 13-dən 6, 7, 17-dən 9, 8, 2-dən də 1,
Nə alındı? 1870. Cavabımız C variant. C'nin qiyməti nə oldu? 1870. İndi keçirəm ikincisinə. Ehtiyac yoxdur, belə eləyəcəm. İkincisinə 6-nın ikincisinə baxırıq. A-nın qiymətini tapmalıyıq. Top azalan, çıxılan fərq. Azalanı tapmaq üçün nə edirik? Toplamalıyıq. 5888-in üzərinə gəlirim 3677. 5888 üzərinə gəlirim 3677. Gəlin hesablayaq. 15 bir yadda, 15 bir yadda da 16 bir yadda, 14 bir yadda da 15 bir yadda da 9. Nə alındı? 9565. B-mizi tapıram. B-mizin qiyməti nədir? 2023-dən çıxacam 967-nə. Çıxıram. Uşaqlar, bəzən olur ki, ekrana baxmaqla, yəni səhv gedə bilər. Siz düzgün hesab. 11-dən 6 çıxanda 5 gəlir. 9-dan 9 0, bu da 1. 1056. Cavabımız 1056-dır. İndi A-dan B-ni çıxıram, yəni 9565-dən 1056 çıxıram. Və toplayıram C-ni. Yazıram 16198. Bundan bunu çıxıram. 5-dən 1056-na çıxıram. 15-dən 6 çıxanda 9. 5-dən 5 çıxanda 0. 5, bu da 8. 8509. Toplansın C. Bərabərdir 16198. C-ni tapıram. C nəyə bərabərdir uşaqlar? Toplanan C. Digər toplanan tapmaq üçün çıxıram. 8509-u. Gəlin hesablayalım. Baxın, orada hesablamaq olmur. 16198-dən 8509. 18-dən 9 çıxanda 9. Burada da 8. 11-dən 5 çıxanda 6. 15-dən 8 çıxanda 7. Nə alın? C-miz alına 7689. Cavabımız bu oldu. 7689. Keçirəm 7-ci tapşırığımıza. 7-ci tapşırığımızda deyir ki, A-nı tapalım. A-nın qiyməti nəyə bərabərdir? A-nı toplanan cəm. Digər toplananı tapmaq üçün 988 tam 6-dan çıxıram 252 tam 7-ni. Gəlin çıxalım. 988 tam 6-dan 252 tam 7-ni çıxıram. 16-dan 7 çıxanda 9, 7-dən 2 çıxanda 5, 8-dən 5 çıxanda 3, bu da 9-dan 2 çıxanda 735 tam 9. Keçirəm. B-mizi tapmağa, toplanan cəm. Digər toplanan tapmağı istəyirik.
Çıxıram bunu. Çıxam. Dokuz, 13, 8, 5. Burada qaldı 10, ondan 2, 8. Burada qaldı 12, 12-dən də 6. 6 nə alındı? 685 tam onda 9. Gəlin nə edirik? Burada deyir A ilə topla B və A çıx B. Gəlin eləyək. 735 tam onda 9-dan çıxacam bir dəfə 685 tam onda 9-u böləcəm. Aha, toplanmasıdır. Böləcəm bir də bunun çıxılmasına. Gəlin toplayaq. 9 ilə 9-u topladım. Nə etdi? 18 bir yadda. 5 ilə 5-i topladım. 10 bir yadda da 11 bir yadda. 3 ilə 8-i topladım. 11 bir yadda da 12. Bir yadda yenə. 6 ilə 7 13 bir yadda da 14. Bölünsün, bölünsün. Bölünsün. Bunların fərqi nə uşaqlar? Bunun fərqinə. Bunun fərqi nə idi? 0-ı yazmayacağım. Sonundan virgülün baxın. Bundan buna çıxanda 0 olur. Onu yazmayacağım. 5-dən 5 çıxanda 0. Onu yazacağım. 13-dən 8 çıxanda 5 edir. Aldı 50. Yəni 50-yə bölürük. Gəlin böləyim. 21 tam onda 8-i 50-yə böləcəm. 2 dəfə düşür. 100. 2, 1, 8 dəfə. 400. 218. Virgülü qoyacağım. 218-də 4 dəfə 5, 20. 200. 180-dən bölünmür. 3 dəfə gəlir. 150, 30. 30 da bölünmür. Bir dənə də 0 atıram. O da 6. Bu alanda 28 tam 1436. Cavabımız 28 tam 1436. Cavabımız budur. Uşaqlar, yorucu. Keçirəm 7-ci ikincisinə. İkincisi nə deyir? A-nı tapaq. A-nın qiyməti nəyə bərabərdir? 6, 1-dən üstünə gələm 4-də 3-ü. Yəni 3-ə vuraram, 2-yə vuraram, 2-yə vuraram, bu da 3-ə vuraram. Nə edir? 12, 2, bu da 9. Nə edir? 11. B-miz nəyə bərabərdir? 8-də 5-dən 3-də 1-i çıxıram. 3-ə vuraram, buranda 8-ə vuraram. Nə etdi? 24. 15-dir, bu da 8-dir. Çıxanda nə edir? 7. Nə edirik? Gəlirik, bura fərqini tapırıq. 12-də 11-dən çıxıram. Bir də 12-də 11 ilə 24-də 7. Nə eləyir? 22-dən 7 çıxıram. 15. 24-də 15 bölünsün. Uşaqlar, bu nə idi? 11 idi də. Aha, bu da 22. 24-də 22-nin üstünə də 7 gələndə 29. 24 yuxarı, 29 aşağı. 24-lər gedir nə alanda? 29-da 15. Cavabımız nə oldu? 29-da 15.
8-ciyə baxırıq. 60 ədədin natural bölənlərin sayı, uşaqlar, 60 ədədin natural bölənlərin sayı 3x toplu 6 olarsa, 60 ədədin belə eləyək. Natural bölənlərin sayını tapırıq. 60-ı gəlin, sadə vuruqlara ayırırıq. 30, 2-yə bölünən 15, 3-ə bölünən 5. Natural bölənləri bu cür tapılır. 2-dən 2 dənədir, başına qoyuram. 3-dən 1 dənə, 5-dən də 1 dənədir. Nə edir uşaqlar? Demək, qüvvətlərin üzərinə 1 gələm. Baxın, bunun üzərinə 1 gəldim. Yenə bunun üzərinə də 1 gəldim. Bunun üzərinə də 1 gəldim. Və bunları sonra vuracaq. 3 vurulsun 2, vurulsun 2. Nə elədi? 6, bu da 12. Demək, 3x topla 6 nəyə bərabərdir? 12-yə. 3x da bərabərdir. 12-dən 6 çıxıram. 6x da bərabərdir 2. Cavab, x-in qiyməti nə oldu? 2. 9-a keçirəm. Deyək ki, qiymətini hesablayın. Bədənin 85%-ni tapın. 2-nin kvadratı 4, 3-ün kvadratı 27 kubudur. 27 kubudur uşaqlar. 4-ün kubu 64. Üzərinə gəlirəm 5-i 625. 5-in 4 dəfə vuranda 625 eləyir. Belə eləyirik. 4-dən 24, 27 nə eləyir? 31. Üzərinə gəlirəm 64. Üzərinə gəlirəm 625. Nə elədi? 5, 95. Üzərinə də 625 gəlirəm. Nə elədi? 10, 1 yadda 11, bir yadda da 12. 12, 1 yadda, o da 720. 720-nin də 85%-ni vururam 85-ə, bölürəm 100-ə. 0-la 0 gedir. 5-ə bölünəndə, bu da 5-ə bölünəndə 2, 5-ə bölünəndə nə eləyir? 5-ə bölünəndə 2, 5-ə bölürük 85-i, 5-ə bölünən 1, 5, 35, 17. 72 ilə də 2 gedir, 36. 36-nı da 17, 36-nı da 17-yə vururam. 36-nı 17-yə vururam. 6 və 7-nin 42, 4 yadda, 3 də 7-nin 21, 4 də yadda 25. 6, bu da 3, 2, 11, bir yadda da oldu. 612. Cavabımız nə oldu? 612. Bu qədər uşaqlar.